Hər nə qədər çətin olsa da, Rumiyə xanım, 13 sentyabr 2022-ci il sizin üçün nə ifadə edir? 13 sentyabr 2022-ci il mənim üçün həyat mənasını itirmiş bir gündür. Cəmildən sonra həyat belə həqiqətən çox mənası itirib. Hara gedirəmsə, insanın ürəyi açılmır. Ancaq məcburuq da yaşamağa. Məcburuq. Çünki o dünyamız üçün yaşayırıq. Deyirlər, şəhidlər valideynlərinə 70 nəfərə şəfaətçi olacaq. Mən də bu dünyada elə yaşamalıyam ki, oğlum mənə orada şəfaətçi olsun. Onu orada qovuşum. Mənim 3 evladım var. Cəmil ilk evladımdır. Ondan sonra da 2 dənə qızım var. Yəni bir oğlum var. Yəni bilirsiniz də yeri necə olar. Cəmil yenə də deyim, bütün şəhidlərimiz kimi çox qeyrətli uşaq idi. Onlar vətən sevgisi ilə böyüyüblər. Mənim 3 evladım, 3-ü də vətənini sevirlər. Onlara vətəni sevdirməyi bacarmışam, yəqin ki. Və necə deyim, mən bununla qürur duyuram ki, mənim evladlarım millətinə, cəmiyyətinə, elinə, obasına yararlı evlad kimi böyüyüb. Şükür Allah. Cəmil uşaqlıqdan bir yerdə olmuşuq, bir yerdə böyümüşük, elə bu məktəbdə oxumuşuq. Məndən bir sinif balaca olub. Amma buna baxmayaraq ki, biz hər yerə, gecə olsun, gündüz olsun, günorta olsun, saatın fərqi olmadan yəni bir yerdə fırlanmışıq, bir yerdə gəzmişik, bütün Astaranı. Gülməyi bacarırdı, güldürməyi bacarırdı. Bizim evdə biraz, mən o uşaq oburslardan biraz fərqləndirmişəm həmişə. Çünki o evin böyük uşağı olub. Həmişə ona aşılamışam ki, mən evdə olmayanda evdə böyük sənsən. O da həmişə onu özünə elə aparırdı ki, böyük evlad kimi aparırdı. Ona görə də o fərqli olub həmişə bizim üçün. Cəmili itirməkdən həmişə çox qorxmuşam. Adicə küçələrdən sirena səsi gələndə belə ağlıma pis fikirlər gələrdi. Sразу Cəmili yığardım. Necədir, hardadır? Yəni ona görə mən Cəmil əsgərdə olan müddətdə vəbşə çox fikir eləyirdim də, çox qorxurdum ki, narahat idim, onu itirməkdən çox qorxurdum. Cəmilin xəbərini elə bil ki, ilk onu paylaşmışlar internetdə, mən gördüm. Yəni İnsan inanmağı gəlmir, həqiqətən 19 ilini bölüşdüyün insan artıq yoxdur da, o səsini eşitməyəcəksən, onu görməyəcəksən, bu çətin bir şeydir. İnsan bir ki, arxada ayaqsız qalır. Arxamda qardaşımı hiss eləyirdim, indi də hiss eləyirəm, sadəcə görmürsən, darıxırsan, çox fəxr eləyirsən, amma çox darıxırsan, belə, heç kim yerim vermir. Cəmilin elə bu otaq öz şəxsi otağıdır. Həm burada dünyaya gəlib, həm burada yaşayıb, son günlərinəcən bu otaqda olub. Hər gündə mən burada namaz qılıram, hər gün gəlirəm onunla burada söhbət edirəm, yəni ürəyimi boşaldıram. Nəsə deyəndə ki, oğul, bir dənə xəbər göndər, həmin gün həqiqətən nəsə bir hadisə olur. Odur, mən Cəmilə ölü kimi baxmıram. Şəhidlər həqiqətən ölmür, onlar həmişə yaşayır. İndi mənim də ömrüm nə qədər olacaqsa, o mənim üçün həmişə diri olaraq qalacaq. Cəmilin öz şəxsi əşyalarıdır, formasıdır. O gün isimliyi gəldi, döyüşə girəndə çıxardıb verib ki, valideynlərimə verəsiniz. Bu biret də onun şəxsi biretidir. Su qabısı gələndə gətirmişdi, yaddan çıxdı, qaldı. Elə o qalmaqla məzuniyyətə gələndə yaddan çıxdı, qaldı. Bir də qalan qaldı. Yenə unutdu verməyə, elə xatirə kimi qaldı.
dostuna deyə biləcəyi sözü mənlə bölüşüb həmişə. Onun o özəlliyi vardı ki, yəni özün mənə sevdirməyə bacarıb. Elə sözlər danışırdı, mən qalıb baxırdım ki, mən onda öz cavanlığımı görmüşəm həmişə. Onun özəlliyi o idi. Nə bilim, Allahın qisməti. Bayaq vurğuladınız ki, dəcəlliyi var idi. Siz orta məktəb dövrünü necə xatırlayırsınız? Məsələn, müəllimləri sizə heç Cəmildən şikayət eləmişdimi nə vaxtsa? Vallahi mən desəm ki, hər həftə bir dəfə məktəbə getmişəm, siz bəlkə də inanmazsınız. Bu dəcəlliyinə görə elə çağırırdılar, biraz danlayırdılar. Amma o müəllimlərə də təşəkkür edirəm. Onların da, Cəmilin belə bu ruhda böyüməsi, onların da rolu böyükdür, həqiqətən də. Cəmil ağıllı, tərbiyəli, mehriban, hamını sevən, vətənpərvər, biraz da çılğın uşaq idi. Hər yerdə öndə getməli idi, qorxu yox idi onun gözündə. Hər bir çətinliyə baxmadan öndə getməli idi. Cəmil şəhidlik üçün doğulmuşdu. Bir şey də deyim, mən tez-tez onlara gedirəm. Ona görə ki, o ailə mənə çox yaxındır. Qonçada şagirdim olub, Aylin də bu dəqiqə şagirdimdir, Rumiyə də şagirdim olub. Tez-tez onlara gedirəm, Rumiyə hətta mənə anam deyir. Tez-tez gedirəm və sonuncu dəfə Rumiyə belə bir cümlə işlətdi ki, mən fəxr eləyirəm ki, mən şəhid anasıyam. Mən də deyirəm ki, bu sözü ancaq qəhrəman övlad yetişdirən qəhrəman qızlarım deyə bilər. Mən qəhrəman qızımla da fəxr eləyirəm, onun balası ilə də fəxr eləyirəm. Ən böyük arzusu nə idi? Əsas da bu arzu onda daha çox 44 günlük müharibədən sonra hərbi xidmətə gedib, hərbi xidmətdə xüsusi təyinatlı qüvvələrdə xidmət etmək. Həyat elə gətirdi ki, belə deyək, Allah onun arzusunu yerinə yetirdi, o komanda birliyində xidmət elədi və deyərdim ki, şəhid olduğu günə qədər erməni təxribatının qarşısının alınmasında bir neçə döyüşdə də iştirak elədi və 22-ci ilin 13 sentyabrında növbəti təxribat zamanı şəhid oldu. Neçə dəfə anası ona acıqlanırdı ki, ay balam, sənin yaşın çatar, gedərsən həqiqi hərbi xidmət eləyərsən. Məsələn, o şeyə düşdü, qiyabiyə düşəndə universitet, o nə qədər sevinirdi ki, mən əsgər gedəcəyəm. Ay bala, get təhsilimi al, sonra yox, qoy gedim vətənə borcumu verim, ondan sonra gəl. Onun elə bil ürəyində o yanğı var idi ki, bu ermənilərdən qisasını almalıdır. Azərbaycanın bütövlüyü uğrunda deyirsiniz, bu bilirsiniz mənim üçün nə qədər böyük fərəhdir, nə qədər böyük şərəfdir ki, bu adını tarixə salmış şəhidlərdən biri də mənim evladımdır. Bu mənim üçün doğrudan böyük fərəh hissidir. Mən də bu dövrdə yaşamışam, mənim də buna qatqım var. Mən həqiqi fərəhlənirəm. Amma siz də razılaşarsınız ki, evlad acısı biraz acı olur, biraz necə deyim, çətin olur. Biraz yox, biraz çox çətin olur. Allah heç kimə evlad acısı göstərməsin. Amma evlad acısı olanda da elə belə olsa daha yaxşı olur mən bilən. Vətən uğrunda, torpaq uğrunda. Cəmil hələ də deyirdi ki, mən məktəbə daxil olacam. Deyirəm, hara daxil olacaqsan, deyir, o sürprizdir. Həqiqətən də siz inanmazsınız ki, o necə mənim üçün böyük bir sürpriz oldu ki, mən doğrudan gözləmirdim ki, Cəmil o məktəbə daxil olacaq. Bir dəfə də mənə zəng elədi, deyir ki, mən sənə demişdim ki, mən qəbul olacam, qəbul olmuşam. Qəbul olmuşam, vallahi onun sevincin həddi hududu yox idi. Həqiqətən də ki, mən dediyim söz üstə duran adam oldu. Yəni o baxımdan onu sübut eləməyə, onu isbat eləməyə çalışırdı. Elədir də. Akademiya babasına demişdi ki, mən girəcəm.
Yəni biraz oxumayda deyirdilər ki, qəşəng yaddaşı var, biliyi var. Oğlan uşaqları da həvəsi olmur oxumağa. Ancaq dedi ki, mən girəcəyəm ora. Həqiqətən də girdi, çox sevindi həmin günü. Papası Rusiyada idi. Şeylədi ki, gəl ayağını eləyək ki, ayağını gir, oxu, sonra get əsgərliyə. Dedi, yox, mən gedib əsgərliyimi eləyib, gəlib davam eləyəcəm. Həm də 2020-də də müharibə başlayanda Cəmil dedi ki, mən könüllü gedəcəm. Dedim, sən 18 yaşın olmayıb da, mən sənə icazə verməsəm, sən gedə bilməzsən. Mamanın ürəyi partlayar, belə elə. Mənə sual verdi ki, mama, biz obraq analar necə dözür? O şəhidlik onun arzusu idi, həqiqətən. Belə bir şey yadımdadır. Cəmilin ad günü 27 aprel idi, amma hərbi xidmətə 28 aprel yollanacaqdı. Biz həyətdə idik. Mən elə bir hiss eləyirdim o şəhid olacaq. Həqiqətən 2020-də də hiss eləyirdim. Mən ona dedim ki, yəni sadəcə özünü qoru da, mən istəmirəm. Səni itirməkdən çox qorxuram. Belə bir şey yadımdadır. O da qayıtdı, mənə dedi ki, bəs mən qorumuyum, o qorumasın, bu qorumasın, torpaqları kim qorusun? Bu bizim borcumuzdur. Mənə belə dedi, mən düzdür kövrəldim, o vaxtı istəmirdim, qorxurdum onu itirməkdən. Amma şəhid olandan sonra həqiqətən insan şəhidliyi dərk eləyir ki, necə böyük bir məqamdır. Həqiqətən onun fikirləri, onun düşüncələri düz yöndə imiş. Yəni bu mənim üçün böyük bir nümunədir. Vətənimizi əlbəttə ki, sevirik, amma Cəmildən sonra daha da çox artıb sevgimiz. Mənim bildiyimə görə, o çox söz danışmırdı. Mənim bildiyimə görə 4 döyüşdə iştirak edib, kəşfiyyatçı kimi. Axırıncı döyüşə gedəndə də mən bilmişəm. Heç kim bilməsə də mənə zəng edib, ayın 12-si axşam saat 17 radarında məndən danışıb, mənə üstü örtülü dedi, izah elədi ki, mən gedirəm. Məndən halallıq da alıb o uşaq. Siz bilmirəm, necə təsəvvür edirsiniz. Bu uşaq mənə zəng edib, mənə deyir ki, mən döyüşə gedirəm. Üstü örtülü. Dedim, mən sənə haqqımı halal eləyirəm. Və səhər 13-ü, səhər Astara cəmaatı hamısı bilirdi ki, o şəhid olub, ancaq mən bilməmişəm. Mənim də çox sözüm var idi. Cəmil gələndən sonra onunla danışılası, elə beynimdə cümlələr qururdum ki, belə danışaram, belə deyərəm, belə dərdləşərəm. Amma qismət. O gedəndən sonra, yəni ailədə ən çox həqiqətən mənim yuxularıma girib. Mən ona nə sual vermişəm, istəyir məzarlıqda, istəyir ürəyimdə nə sual vermişəm, ona nə sualım olub, həmişə mənim yuxumda cavablandırıb onu. Bu da mənim üçün ən böyük sübutdur ki, həqiqətən şəhidlər ölmür, şəhidlər bizimlədir, yaşayır və hər zaman yaşayacaq. Belə. Cəmilin yoxluğu açıq deyim, mən əsgərlikdən gələndən sonra bir-iki nəfər dostumu çıxma şərti ilə çox hiss elətdirdilər mənə Cəmilin yoxluğunu. Amma Astarda əsgərlikdən gələndən sonra, mən Cəmil təxsis olandan sonra, mən 3 aydan sonra təxsis olacaqdım. Yəni gələndən sonra Astarda tək gəzmişəm. Mən indiyənə kimi Astarda tək gəzdiyim günlər olmayıb. Amma Cəmil rəhmətə gedəndən sonra, şəhidlik zirvəsinə uzalandan sonra mən burada təklik hiss eləmişəm. Bir ildən çoxdur keçib, iynə ucu qədər səngiməyib bizim yaramız.
belə biləm elə də gedəcək. Ruhu şad olsun. Allah o cür şəhidlərimizin, nə qədər şəhidimiz var, ruhları şad olsun. Yerləri behişdir. Yenə dua eləyək yerləri behişdir. Allah onlara xatir bizi bağışlasın. Allah prezidentimizə can sağlığı versin. Yəni 30 ilin həsrəti olan bu yaranı sildi, təmizlədi. Düz hamısı deyir, bir qardaş itirdim, 1000 qardaş qazandım, düzdür o elədi. Amma öz qardaşım yerinə həqiqətən heç kim vermir. Belə. Darıxırsan Cəmil üçün? Çox Cəmil indi hardadır Ali? cənnətdə.